İndi deyəcəksiniz, bu qız bu boyda yaşıl soğanı neyniyir? Keçən dəfə Koreya mətbəx mədəniyyətinə aid kələmli kimçi eləmişdim. Bu dəfə yaşıl soğandan elədim. Soğanları yuyub yaxşıca quruduram. Sonra dəniz duzu ilə bol duzluyuram. Duz soğanın bütün suyunu çıxarır. Ona görə də bir gecə duzlu suda saxlayandan sonra soğan su verir. Belə ət kimi olur. Bu o deməkdir ki, növbəti mərhələyə hazırıq. Soğanları bol su ilə duruluyub quruduram. Keçirəm kimçinin püresini hazırlamağa. Baş soğan, sarımsaq, zəncəfil, kiçik krevetkanı blenderdan keçirib qoçucan pasta əlavə edirəm. Bu çox acıdır. Bişirdiyim qatı düyü sıyığını da bu qarışıma əlavə edirəm. Qoçuqarı, yəni Koreya çili tozunu da qatıb yekunlaşdırıram. Uzun doğradığım kök, almaları da içliyə əlavə edirəm. Qat-qat şəkildə soğanların arasına bu qarışımı çəkirəm. 8-10 günə fermentasiya prosesi başa çatır və yeməyə hazırdır. Kimçi güclü probiotikdir. Bağırsaq florası üçün çox faydalıdır. Bəlkə də Koreyalıların uzun ömürlülük sirlərindən biridir. Kimçi təkcə qida deyil, Koreyalılar üçün uzun tarixi olan gastronomik bir ritualdır. Spesifik dadı var, ya sevəcəksiniz, ya sevməyəcəksiniz. Amma təəssüf ki, o qədər soğandan yarım konteyner kimçi alındı. Neçə dəstə olduğunu isə siz təxmin eləyəcəksiniz rəylərdə. Bəs siz bu qədər acı yeyə bilərdiniz?